Salam əziz şagirdlər. Mən Əmirova Zülfiyə, Hilal kurslarının Azərbaycan dili müəllimi. Bugün sizə 22 fevral 2026-cı il tarixində Hilal kurslarının keçirdiyi mövzu sınaq imtahanı 5-in Azərbaycan dili fənnindən olan suallarının izahını verəcəm. Gəlin suallarla tanış olaq. Birinci sual. Hünərlə sözünün fonetik təhlili ilə bağlı yanlış fikri müəyyən edin. İlk öncə bu sözün düzgün tələffüzünü yazmaq lazımdır. Düzgün tələffüzü olacaq hünərlə. Bu formada tələffüzü yazdıqdan sonra testi həll etmək işimizi asanlaşdırır. A bəndi eyni cinsi samit qoşalığı vardır. Bəli, bu sözdə eyni cinsi samit qoşalığını biz görmürük. Deməli, yanlış cavabımız elə A bəndidir. Səslə hərf sayı bərabər deyil. Sözdə 7 hərf var, 8 səs var. Səs artımı olduğu üçün, həqiqətən də səs və hərfin sayı bərabər olmadığı üçün bu doğru fikirdir. Yalnız incə saytlərdən ibarətdir. Bəli, ü, ə incə saytlərdir. 4 cingiltili samitin qarşılığı yoxdur. N, r, n. 4 dənə cingiltili samitin qarşılığı yoxdur. Bu da doğrudur. 2 açıq, 1 qapalı heca işlənmişdir. Heca deyəndə isə biz sözün yazılışına baxmalıyıq. Sözün yazılışındakı heca ü, nər, lə formasındadır. Bilirik ki, saitlə bitən heca açıq hecadır. Həqiqətən də burada 2 dənə açıq heca var. Samitlə bitən hecası qapalı hecadır. Həqiqətən də bir qapalı heca var. Bu da doğrudur. İkinci sual. Yanlış fikri müəyyən edin. A bəndi. Çaydan sözü tərkibinə görə 2 cür təhlil oluna bilər. Bəli, çaydan sözü əvvəla qacaq mənasında işləndiyi üçün çaydan sözünü biz burada təhlil edəcəyik. Dan əşya anlayışı bildirən isim düzəldən şəkilçi olduğu üçün olacaq leksik. Bir də var, biz çaydan çox rahatlıqla keçdik. Çıxışlı xal şəkilçisi olduqda isə bu sözdə dan qrammatik şəkilçi olacaq. A bəndi doğrudur. Əzm və məzəmmət sözləri bir-biri ilə sinonimlik təşkil edir. Bu fikir yanlışdır, çünki əzm sözünün sinonimi qətiyyətdir, məzəmmət deyil. Məzəmmət danlaq deməkdir. C bəndi, yəni doğru cavabımız B idi. Gəlin digər bəndlərə də baxaq. C bəndi tər sözü isim və sifət kimi amonim ola bilən sözdür. Əlbəttə bu doğrudur. Tər təzə sifətdir. Tər insan bədəninə maye, ifraz olunan maye isə isimdir. Danış və barış sözləri quruluşca sadə sözlərdir. Əlbəttə danış sözünün kökü də elə danışdır. Barış da yalnız kökdən ibarət olduğu üçün bu fikir də doğrudur. Alver əks mənalı sözlərin birləşməsindən əmələ gələn mürəkkəb isimdir. Bu da doğru cavabdır. Qaydada da keçmişdik ki, alver yeganə istisna isimdir ki, əks mənalı sözlərdən əmələ gəlib, lakin bitişik yazılır. Üçüncü suala keçid alaq. Mənalarından biri hərəkətə başlamaq anlayışını verən amonim frazeoloji birləşməni müəyyən edin. Söz vermək bir şeyi yerinə yetirəcəyini əmin etmək və danışmağa dəvət etməkdir. Yəni hərəkətə başlamaq demək deyil. Başa vurmaq bitirmək, başa vurmaq yaxşılığı edilən yaxşılığı tez-tez dilə gətirilməsi deməkdir. Cana gəlmək, bezmək, cana gəlmək, yaxşılaşmaq deməkdir. İşə düşmək, bəli, işə düşmək bizim doğru cavabımızdır. Çünki işə düşməyin bir mənası pis bir hadisə ilə üz-üzə qalmaq, pis vəziyyətə düşmək, bir də hərəkətə başlamaq deməkdir. Ürəyi yanmaq, yazığı gəlmək və susamaq olduğu üçün cavabımız E bəndi də deyil. Gəlin dördüncü suala baxaq. Hansı cümlədə yaxın mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isim var? Yəni biz yaxın mənalı mürəkkəb isim axtarırıq. A bəndi, bazardakı daş tərəzi hamının diqqətini cəlb etmişdi. Daş tərəzi bizdə qaydada nümunələr arasında da var idi. Bu yaxın mənalı sözlərin birləşməsindən əmələ gələn mürəkkəb isimdir. Yəni doğru cavabımız A bəndidir. Gəlin digər bəndlərlə də tanış olaq. İtlərin qarşısı sürsümüklə. Sürsümük bir tərəfi ayrılıqda işlənə bilməyən, sözün birləşməsi ilə əmələ gələn mürəkkəb isim olduğu üçün cavabımız B deyil. Gecə-gündüz əks mənalı sözlər olduğu üçün bu da mürəkkəb, yaxın mənalı mürəkkəb isim deyil. Gecə-gündüz yorulmaq bilmədən işləyirdi. Bu ev eşiyi sənsiz qaranlıqdır oğul. Bu cümlədə isə ev eşik sözü əks mənalı sözlər olduğu üçün cavabımız D bəndi də deyil. Topa-topa buludlar dağın üstünü alırdı. Topa-topa sözü isə gördüyümüz kimi eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sifətdir, heç mürəkkəb isim də deyil. Cavabımız A bəndi.
5-ci sual. Hansı sözün leksik həm də qrammatik şəkilçili söz kimi düşünmək mümkündür? Gəlin baxaq. Yataq sözü bilirik ki, mebel dəstinin parçası olduqda yat sözün kökü olur aq leksik. Arzu şəklində yataq sözünü biz təhlil edəcəyik. Kaş yataq, tez yataq, A arzu şəkli, Q şəxs sonluğu. Əmr şəklində olan yataq sözündə isə biz yataq, birinci şəxsin şəxs sonluğu olur qrammatik. Yəni bu sözü biz həm leksik, həm də qrammatik şəkilçili söz kimi düşünə bilərik. Dayanacaq sözü. Sözün kökü dayanmaq, acaq leksikdir. Sözün burada avtobus dayanacağından söhbət gedir. Bir də gələcək zamanda olan feil kimi düşünsək, məsələn, o bir qədər gedib dayanacaq. Bu zaman isə acaq qəti gələcək zaman şəkilçisi olduğu üçün cavabımız D-də deyil, A-da deyil. B bəndi seçim bir çeşid olduqda, burada leksikdir, feildən isim düzəldən şəkilçidir. Seçim birinci şəxs sonluğu əmr formasında, burada isə qrammatik olacaq. Cavab B-də deyil. Daraq sözü daramaq sözündən, feilindən daraq ismi düzəlmişdir və biz bu sözü qrammatik şəkilçili söz kimi düşünə bilmərik. Cavabımız E bəndidir. Dəyər sözü də sözün kökü dəyməkdən, dəyər, qədir, qiymət mənasındadır, isimdir. Dəyər sözü toxunmaq mənasında gələcək zaman şəkilçisi ilə birlikdə isə qeyri-qəti gələcək zaman şəkilçisi olur. Deməli, cavabımız C bəndi də deyil. 6-cı sual. Klasteri tamamlayın. Deyingənlik, düşüncəsizlik sözləri haqqında mücərrəd isimlər olduğu yazılıb. Əlbəttə, bu doğru fikirdir. Biz də klaster üçün doğru fikirlərlə tamamlamalıyıq. Doğru fikirləri seçməliyik. Feildən düzəlmiş isimlərdir. Gəlin əvvəlcə sözləri kök və şəkilçi ayıraq. Sözün kökü deməkdir. Deyinmək, y burada bitişdiricidir. Deyingən sifət, deyingənlik isim. Deyingənlik ismi əvvəlki bir şəkilçi əvvələ baxırıq. Deyingən sifətindən yaranmışdır. Düşüncəsizlik sözün kökü düşünmək. Düşüncə leksik, siz leksik, sifətdir, lik də isimdir. Yəni düşüncəsizlik ismi də düşüncəsiz sifətindən yarandığı üçün feildən düzələn isim variantımız yanlış variantdır. Tərkibində yalnız 2 cür yazılan şəkilçi var. Xeyr, gördüyümüz kimi burada ın, in, un, ün 4 cür yazılan şəkilçi var. C şəkilçisi var, 1 cür yazılır. Bu əlbəttə yanlış fikirdir. Cəm şəkilçisi qəbul etdikdə toplu isim olurlar. Əlbəttə bu da yanlışdır. Çünki toplu isimlərimizin arasında deyingənlik və düşüncəsizlik yox idi. Cəm şəkilçisi artırılan heç bir isimdə toplu ismə çevrilmir. Yəni toplu isim olmur. Sifətdən düzələn isimlərdir. Bu doğru cavabımızdır. Bayaq da gördüyümüz kimi deyingən sifətindən deyingənlik ismi, düşüncəsiz sifətindən düşüncəsizlik ismi düzəlmişdir. Tərkibində 2 leksik şəkilçi işlənmişdir. Gördüyünüz kimi hər iki sözdə də 3 leksik şəkilçi olduğu üçün bu fikirdə nədir? Yanlışdır. Cavabımız B bəndi. 7-ci sual. Sözlərin quruluşa görə növünü nəzərə alaraq, yəni quruluş növünə əsasən məntiqi ardıcılığı tamamlayın. Zavodlar sözünün kökü zavod, lar qrammatik şəkilçi cəm şəkilçisi, görüntü sözünün kökü görmək feili, görünmək feili, görüntü ismidir. Başı bəlalı, burada 2 dənə kök var, baş və bəla sözü. Bu sifətli mürəkkəb sözdür. Bağışla sözü quruluşca sadə sözdür. Deməli, biz bura düzəltmə və mürəkkəb söz artırmalıyıq. Böyüdülmüş sözündə sözün kökü böyü, d leksik, ül leksik, müş qrammatikdir. Ağac və dəlmək sözlərindən də dələn sözü mürəkkəb sözdür. Deməli, cavabımız A bəndidir. Sırağa günkü sözündə sözün kökü sırağa gündür, kü leksikdir. Lakin yoxuş sadə olduğu üçün cavab B deyil. Dərə, təpə mürəkkəb olduğu üçün bizə isə ardıcılıqda düzəltmə lazımdır. Ona görə cavab C-də deyil. Qardaş sözü sadədir. Bizə də ardıcılıqda əvvəlcə düzəltmə lazım olduğu üçün bu cavabımız da uyğun deyil. 40 ayaq mürəkkəb sözdür. Bizə də ardıcılıqda bağışladan sonra düzəltmə söz lazım olduğu üçün cavabımız E bəndidə deyil. Saxlayacaq feilinə hansı şəkilçini artırsaq, sözdəki şəkilçinin hər ikisinin yazılışı ilə deyilişi fərqlənər. Gəlin şəkilçini artıraq. Saxlamayacaq formasında inkar şəkilçisini artırsaq, sözün tələffüzü saxlamayacaq olacaq. Və
Gördüğümüz kimi burada həm inkar şəkilçisində açıq sayt, qapalı sayta keçdi, həm də sözün sonunda q samiti x samitinə keçdi. Cavabımız A bəndidir. Saxlayacaqlar sözünü artırsaq, burada sözün kökü deməlim, saxla sözü, saxlı formasında tələffüz olunacaq. Bizə isə deyir ki, hər ikisi, şəkilçinin hər ikisi fərqli tələffüz olunsun. Saxlayacaqlar, gördüyümüz kimi lar fərqli tələffüz olunmur. Saxlayacaqsan fərqli tələffüz olunmur. Saxlayacaqdı fərqli tələffüz olunmur. Saxlayacaqmış, bu da fərqli tələffüz olunmur. Cavabımız A bəndidir. 9-cu sual. Hansı variantda sözdə bitişdirici samit ola da bilər, olmaya da bilər? Dayısı sözündə sözün kökü dayıdır. S burada bitişdirici samitdir. Onun dayısı mənsubiyyə şəkilçisidir. Bacısına sözün kökü bacıdır. S mənsubiyyə şəkilçisidir. Burada da S bitişdiricidir. A yönlük hal şəkilçisidir. Burada bir dənə də bitişdirici var. Buna sözündə sözün kökü bu. Bu yönlük hal şəkilçisi A, N bitişdiricidir. Kəpənək sözündə isə ümumiyyətlə bitişdirici samit yoxdur. Yəni cavablarımız A, B, C, D uyğun gəlmir. Eyvana sözü isə biz heyvan mənasında I burada təsirlik və mənsubiyyə şəkilçisi ola bilər. Bir də yediyimiz meyvədən, heyvadan söhbət gedə bilər. Burada sözün kökü heyvan, N da olacaq. Qrammatik şəkilçi, bu da bitişdirici. Yəni burada bitişdirici samit heyvan sözündə yoxdur. Heyvanı sözündə isə var. Yəni cavabımız E bəndidir. 10-cu sual. Verilmiş sözlərdən hansılar ümumi isimdən xüsusi ismə keçmişdir? Hikmət xüsusi ismi ümumi isimdən keçib. Çünki ümumi isim kimi də kiçik hərflə yazanda hikmət sözümüz var. Yaşar sözü isə kiçik hərflə yazıldıqda bu söz feildən yaranan xüsusi isim olduğu üçün ikini götürə bilmərik. Dursun sözü də kiçik hərflə yazıldıqda ümumi isim yox, feil olduğu üçün bunu da götürmürük. Əziz sözü də kiçik hərflə yazıldıqda bu sifətdir, isim deyil, ümumi. İsmət isə, bəli, namus, abır, həya, ar, ismət. Bunu da götürə bilərik. 1, 5 doğru cavabımız C bəndidir. 11-ci sual. Verilən xüsusiyyətlərə uyğun sözü müəyyən edin. İsim və sifət kimi işlənə bilən amonim sözdür. Saz sözü həqiqətən də isim və sifət kimi işlənir. Bu doğrudur. Saç sözü isim və feil kimi işlənir. Sağ sözü feil, sifət və sağ tərəf istiqamət mənasında işlənir. Bəstə sözü kiçik, boyca, alçaq deməkdir. Bir də sifətdir, bir də isimdir. Yəni bunu da saxlaya bilərik, bəli. Buruq sözü də isim və sifət kimi işlənir. Bunu da saxlayırıq. Daha sonra bizə verilib ki, sifət kimi iki fərqli leksik mənası var. Buruğun yalnız bir dənə sifət mənası var. Bəstənin də ancaq bir mənası var. Saz sözünün isə keyfi yaxşı olan, bir də yaxşı vəziyyətdə olan sazın deyirik. Cavabımız A bəndidir. Hansı cümlədə altından xətt çəkilmiş sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənib? Uşaqlardan birini çağırın. Burada uşaq sözün köküdür. Lar cəm şəkilçisidir. Dan çıxışlı hal şəkilçisidir. Bizdən isə həm mənsubiyyət, həm də hal istəyir. Həyətimizdə balaca pişik balaları var. Həyət sözün köküdür. Bizim həyətimiz birinci şəxsin cəminin mənsubiyyətidir. D yerlik hal şəkilçisidir. Cavabımız B bəndidir. Burada həm mənsubiyyət var, həm də hal var. Məktəblilərin gəlişi onu sevindirdi. Sözün kökü məktəb. Li leksik şəkilçidir. İsimdən isim düzəlib. Lər cəm şəkilçisidir. İn yəlik hal şəkilçisidir. Yəni burada da cəm və hal şəkilçisi var. Bizə mənsubiyyət və hal lazımdır. Onun bacısı, sözün kökü bacıdır. Burada yalnız mənsubiyyəti biz görə bilirik. Bu həmin kitabdandır. Burada da ancaq hal və şəxs sonluğu var. Mənsubiyyət olmadığı üçün cavabımız B bəndi 12-ci sualda. 13-cü sual. K hərfi Y səsini ifadə edir. Gəlin görək hansı sözdə ifadə edəcək. Müdrik şair, müdrik sözündəki K samiti dəyişmir. Çünki bu alınma sözləri arasındaydı. Sait də gəldikdə, samit də gələndə tələffüzü dəyişmir. Ördək balasında K samitini biz xışdırıq kimi tələffüz edəcəyik. Çünki ondan sonra samit gəlib. Külək başladı. Burada da K samiti xışdırıq kimi tələffüz olunacaq. Çünki ondan sonra samit gəlib. Ərik ağacı. Burada isə biz K-nı Y kimi tələffüz edirik. Çünki ondan sonra sait gəlib. Cavabımız D bəndidir.
Çörək bişirən, burada isə kill samit xıştırıq kimi tələffüz olunduğu üçün cavabımız E bəndi də deyil. 14-cü sual. Doğru və yanlış xanasındakı uyğunsuzluğu müəyyən edin. A bəndi. Mücərrəd və konkret isim kimi işlənə bilir. Ay. Həqiqətən də bu doğrudur. Doğrunun altında üstəgəl qoyublar. Cavabımız doğrudur. Konkret isim kimi ay, planet, mücərrəd isim kimi isə ilin təqvim ayları hesab olunur. Xüsusi və ümumi isim kimi işlənir. Coşqun sözü. Coşqun bəli, xüsusi isim kimi işlənir, lakin ümumi isim kimi işlənmir. Çünki bu söz kiçik hərflə yazıldıqda sifətdir. Yanlışın altında üstəgəl qoyulduqları üçün bunu da doğru qoyub. Yəni burada uyğunluq pozulmayıb. Yalnız isimdən isim düzəldir lıq şəkilçisi. Əlbəttə bu yanlışdır. Çünki lıq şəkilçisi isim, sifət, say, əvəzlikdən də isim düzəldə bilir. Çəmənlik, yaxşılıq, sifətdən yaxşılıq, əvəzlikdən mənlik, saydan beşlik. Yəni bu cavabımız yanlışdır. Lakin üstəgəli doğrunun altında qoyulduqları yanlışdır. Bu gərək olardı yanlışın altında. Yəni cavabımız bizim C bəndi olacaq. Çünki burada doğru yolunu yanlış xanasındakı uyğunsuzluqdur. Yəni uyğunluq pozulubdur. Əşya adı bildirən sözdür. Dovşan, bəli, adı bildirən söz olduğu üçün biz burada canlı və cansız bütün varlıqları nəzərdə tuturuq. Üstəgəli doğru yerə qoyublar. Leksik mənasında çoxluq anlayışı var. Sümbül qətiyyən düzgün deyil. Çünki sümbül toplu isim deyil. Yanlışın altında da doğru qoyublar. Yəni bu fikir sümbül üçün yanlışdır. 15-ci sual. Verilmiş isimlərdən hansına bütün şəxslər üzrə şəxs xəbərli şəkilçisini artıra bilərik? Qaydalarımızdan da bilirik ki, şəxs xəbərli şəkilçiləri insana aid olduqda bütün şəxs onluqlarını, cansız varlıqlara aid olduqda isə yalnız üçüncü şəxsin şəxs onluğunu qəbul edə bilirlər. Burada da biz gördüyümüz kimi kitab sözü mən kitabam, sən kitabsan deyə bilmərik. Cansız varlıqdır. Mən pişiyəm, mən düzənliyəm, mən bağçayam deyə bilmədiyimiz üçün cavabımız əlbəttə D bəndidir ki, bütün şəxslər üzrə şəxs onluğunu artırmaq olur. Mən şəhərliyəm, sən şəhərlisən, o şəhərlidir, biz şəhərliyik, siz şəhərlisiniz, onlar şəhərlidirlər. 16-cı sual. Hansı sözlərin tələffüzü doğru deyil? Növbə sözünün tələffüzü doğrudur. Radioçik sözünün tələffüzü yanlışdır. Çünki burada bir dənə onu əksik yazıblar. Radio, o, çirk olmalıydı. Bəzi mürəkkəb sözlərdə 2 dənə o yanaşı gəldikdə onlardan heç birisi tələffüzdə düşmür. Üstə sözünün də tələffüzü doğrudur. Yazılışı üstə olan söz, üst sözünə samitlə başlanan şəkil çağırtırdıqda sözün sonundakı t samiti düşür. Həqiqətən də bu doğru tələffüzdür. Saadət sözünün tələffüzü yanlışdır. Çünki saadət sözünün tələffüzü səadət olmalıydı və burada uzanma olmamalıdır. Təsdiq sözünün tələffüzü doğrudur. Təsdiq sözü təsdiq formasında yazılır və bu cürdə tələffüz olunur. Davamiyyət sözünün də tələffüzü yanlışdır. Çünki burada davami, i əksikliyi var. Davamiyyət formasında olmalıydı. Doğru olmayanlarımız oldu 2, 4 və 6. B bəndi. Ümumi qrammatik mənasına görə biri digərlərindən fərqlənən sözü müəyyən edin. Ümumi qrammatik məna dediyi üçün biz bilirik ki, bu nitq hissəsini nəzərdə tutur. Dülgər isimdir, miskər isimdir, zərgər isimdir, kimyagər də isimdir. Lakin hiləgər necə sualına cavab verir və isim deyil. 18. Biri amonim söz ola bilməz. Amonimlər lüğətindən bilirik ki, burun sözü amonimdir. Həm coğrafi burun, insan bədəninin bir üzvü hesab olunur. Göz sözü isə amonim lüğətində yox idi. Bu söz yalnız çox mənalı sözdür. Qarı sözü amonim sözdür. Bir qoca qadın, bir də qocalmaq, yaşlanmaq. Çaş sözü, çaşmaq, özünü itirmək. Bir də çaş, çəp, əyri deməkdir. Qaz sözü maye, qaz, uzun boğazlı ev heyvanı. Bir də bir yerdə çuxur açmaq, qazmaq mənasında feil olduğu üçün bu sözlərin hamısı amonimdir. 19-cu sual. Verilmiş sözlərdən birinin sinonimi heç bir bənddə işlənməyib. Gəlin baxaq. Sağlam bədəndə sağlam ruh olar. Sağlam sözünün sinonimi burada gümrah sözüdür. Qoca evin sütunudur. Qoca sözünün sinonimi ixtiyardır. Varlı kisəsini döyər, kasıb dizini. Varlı əlbəttə ki, zəngin deməkdir, sinonimdir.
Arzu niyyətdən doğar, arzu istək. Deməli, dinc adam dava axtarmaz. Burada dəcəl sözü əslində nadincdir. Bizə isə dinc yazıb çaşdırıblar, yəni cavabımız E bəndidir. Dəcəl və dinc sözləri qətiyyən sinonim deyil. Və 20-ci sual. Sxemdəki boşluğa hansı sözü yazsaq? Uyğunluq pozulmaz. Meyil, rəğbət və cazibə. Üçü də variantdakı sözlərimizə də baxsaq, görərik ki, bunlar sinonim sözlərdir, yaxın mənalı sözlərdir. Simpatiya, meyil, rəğbət, cazibə deməkdir. Bu da səhifə 319-321 izahlı lüğətimizdə verilən sözlər sırasındadır. 1-25-ci suallarımızı həll etmək üçün biz əvvəlcə mətnimizlə tanış olmalıyıq. Çay. Çay kolundan xüsusi şəkildə hazırlanmış, yarpaqlarının qaynadılması və dəmlənməsi yolu ilə əldə edilən içki növüdür. Populyarlığına görə sudan sonra ikinci yeri tutur. Cənub-qərbi Çin, həmçinin yuxarı Birma, şimali Vyetnam çayın vətəni sayılır. Çay haqqında ilk məlumatlara qədim dövrlərdə rast gəlinir. Çin, Hindistan və Yaponiya əfsanələrində yabanı bitən çayın necə kəşf olunduğu deyilir. Çayın Çində 220-280-ci illərdə istifadə olunması tarixi abidələrdə öz əksini tapır. Bu bitkinin becərilməsi 350-ci ilə təsadüf edir. Əvvəllər hökmdarlar və rahiblər çayı yorğunluğu çıxaran, gücü və görmə qabiliyyətini bərpa edən şəfa verici içki və ya məlhəm kimi istifadə edib. İçki kimi isə çay 5-ci əsrdən yayılmağa başlayıb. Çayın dəyəri yüksək qiymətləndirilib. İmperatorlar bəxşiş kimi onu öz əyanlarına hədiyyə edib. 6-cı əsrdə çay zadəganların sevimli içkisi olsa da, artıq 10-cu əsrdən etibarən Çinin milli içkisi halına gəlib. Çay 16-18-ci əsrlərdə Portuqaliyalı və Niderlandlı tacirlər vasitəsilə Avropaya gətirilib. Bu içki insan orqanizminə müsbət təsir edir, həyat funksiyalarını gücləndirir. Belə bir maraqlı, məlumatlandırıcı mətnimiz var. Gəlin suallarla tanış olaq. 21-ci sual. Mətnə əsasən imperatorları çayı bəxşiş kimi verməsi nəyi göstərir? Əlbəttə ki, çayın yüksək dəyər və qiymətə malik olmasını, elə cavabımız da gördüyümüz kimi B bəndidir. Yüksək dəyər və nüfuz simvolu olduğu üçün çayı bəxşiş, yəni hədiyyə kimi verirlər. Bəxşiş hədiyyə deməkdir. Mətndə üzərində rəqəm verilmiş sözlərdən birini variantlarda verilmiş hansı sözlə əvəz edə bilmərik. Gəlin baxaq. 5-ci söz hündür sözüdür. Gəlin elə birinci sözdən başlayaq. Mətnimizə bir nəzər salaq. Birinci sözümüz bizim populyarlıqdır. Populyarlıq sözünü məşhurluq kimi veriblər. Yəni biz bunu tamamilə doğru da əvəz edə bilərik. İkinci sözümüz qədim. Burada da səhv etmirəmsə əski sözünü yazıblar. Əvəz edə bilirik. Üçüncü sözümüz güc sözüdür. Gücü, qüvvəti, bu da doğrudur. Dördüncü sözümüz görmə qabiliyyətim, görmə bacarığı, bu da doğrudur. Demək ki, cavabımız 5-dir. Gəlin baxaq niyə? Yüksək sözü. Deməli, A bəndində də gördüyümüz kimi orada hündür verilib. Əslində hündür və yüksək sözləri sinonim sayılsa da, gəlin baxaq. Çayın dəyəri yüksək qiymətləndirilib. Biz onu hündür qiymətləndirilib deyə bilmərik. Yəni, əvəz edə bilmərik. Ona görə də cavabımız bizim olacaq. 5, yəni hündür sözü A bəndi. 23. Fikirlərdən biri mətnin plan bəndi ola bilməz. Çayın insan orqanizminə müsbət təsiri haqqında söhbət gedirdi. Çayın əvvəlcə məlhəm kimi istifadə olunması haqqında fikirlər deyilirdi. Çay haqqında ilk məlumatlar var və çayın yalnız hökmdarlar tərəfindən istifadə olması əlbəttə ki, yanlışdır. Çünki orada əyanlar da istifadə edirlər və s. Ona görə yanlışdır. Çayın tacirlər vasitəsilə Avropaya gətirilməsi də doğrudur. Son abzasda verilmişdir. 24. Hansı söz mətndəki boşluğa yazıla bilər? Gəlin mətndəki boşluğu yadımıza salaq. Mətndəki boşluq bu içki insan orqanizminə müsbət təsir edir, həyat funksiyalarını gücləndirir, susuzluğu da əlbəttə nə edir? Yatırır. Cavabımız C bəndidir. 25. Mətndə qarşısında işarə qoyulmuş sözlə bağlı uyğunluğu müəyyən edin. Deməli, belə. Birinci dördkünc işarəsi Şimali Vyetnam çayın vətəni sayılır. Bəli, bu məcazidir. Elə uyğunluğumuz da A bəndidir.
Yenə də digər bəndlərə baxaq. Yarpaqların qaynadılması. Burada məcazi yazıblar, amma bu həqiqi olmalıydı. Yanlışdır. Kəşf olunduğu deyilir. Əlbəttə ki, bu həqiqidir. Burada məcazi yazıblar. Yanlışdır. Çıxaran, yorğunluğu çıxarmaq məcazidir. Həqiqi yazıblar. Və Çin milli içkisi halına gəlib. Bu da məcazidir. Lakin burada həqiqi yazdıqları üçün cavabımız əlbəttə ki, nə oldu bizim? Dördkünc A bəndi. Bu qədər. Hamıya uğurlar. İnşallah ki, yaxşı nəticələrinizlə müəllimlərinizi və valideynlərinizi ilk növbədə də özünüzü sevindirərsiniz.